Salam aziz dostlar, yeni videoya hoş geldiniz. Bugün yeni telefon barədə danışarıq. Redmi K90 Pro veya Pro Max ki bu Avropada ya Amerikada ya Azərbaycanda çox ehtimal global versiyanın adı dəyişəcək. Poco F8 olacaq. Poco F8 Pro veya Pro Max. Belə ki, yəni ad sizin üçün qəribə gəlməsin. Ad fərqli ola bilər Çində və dünyada, amma məhsul eyni məhsuldur. Bugün bu barədə danışaraq. İlk sizə izahat verəcəm ki, sistemdə özləri nə deyirlər bu barədə. Sonra mən öz təcrübəmi sizinlə paylaşıram. Və axırda da baxacaq ki, bu telefon necə bir telefondur, kimin üçün yaxşıdır, kimin üçün yaxşı deyil. Hər şeydən əvvəl bununla başlayaq ki, sizə demişəm, hər bir smartfonun bir imzası var. Bunun imzası güclü səs sistemidir ki, Bose onu istehsal eləyir. Onu Bose kimi yazılır, Bose oxuyur. Və demək olar ki, çox güclü şirkətdir. Həm spikerlər yaradır, həm headfonlar yaradır və indi də bu telefonda həmkarlıq demək olar ki, elədilər və bunun səs sistemini Bose istehsal elədi. Belə ki, əgər musiqi çox sevirsinizsə ki, telefonunuzu bir yerdə qoyun, özü üçün musiqilər getsin və belə sevirsinizsə, demək olar ki, çox yaxşı təcrübəniz olacaq bu telefon ilə. Yaxşı, başlayaq. Ekranın sayızı 6.9 inçdir ki, eyni şeydir iPhone 17 Pro Max ilə və Samsung S25 Ultra ilə eyni sayızdır. Kifayət qədər də yaxşıdır. Kamerası 50 megapikseldir, yəni hər üçü arxada, hər üçü 50 megapikseldir ki, demək olar bütün flagship telefonlarda eyni kameradan hal-hazırda istifadə edirlər. Bəzilər daha güclüdür. Məsələn, keçən videoda sizə izahat verdim ki, Oppo'nun yeni telefonu Find, fikirləşəm, düz yadımda olsa Find X9 Pro idi. O fərqliydi, amma çoxlu brendlər eyni kamera istifadə edirlər. Prosesor və RAM barədə danışarıq. İki variantı var. 2 GB RAM və 16 GB RAM. Yenə sizə izahat verirəm. Bu RAM və prosesor birlikdə olurlar sizin telefonunuzun beyni. Və əgər güclü işlər görmək istəyirsinizsə, dizayn eləmək istəyirsinizsə, videolar düzəltmək istəyirsinizsə, çox oyun oynamaq istəyirsinizsə, yaxşıdır ki, bu güclü olsun və çox olsun. Mən məsləhətim 16 GB-dır. Niyə? Çünki bunun prosesoru ən güclü prosesordur hal-hazırda dünyada. Snapdragon 8 Elite Generation 5'dir. Demək olar ki, ən güclüsüdür hal-hazırda. Ona görə əgər çox bomba bir şey istəyirsinizsə, bu versiyonu sizə məsləhət verirəm ki, 16 GB-da olsun sizin RAM-iniz. Bateriya barədə 7560 mAh-dır. Demək olar ki, çox güclüdür. 2 gündən çox istifadə edə bilərsiniz bir şarjla, əgər çox ağır işlər görməsəz telefonla. Və fast şarjdır, 100 Watt və yəni zaryadkası belədir ki, həm şnur ilə 100 Wattdır, şnursuz 50 Wattdır. Həm 5G'dir, interneti 4G, 3G'dir və sürəti də HSPA, LTE və 5G'dir. LTE demək olar ki, 4G ilə eyni şeydir. Oktyabrın 23-ü Çində onu təqdim elədilər. Nə zaman Azərbaycana gələcək? Bəziləriniz bu sualları çox məndən soruşursunuz. Çox şeylərdən asılıdır. İlk tələbatdan asılıdır ki, nə qədər Poco tələbatlıdır Azərbaycanda. İki də odur ki, bunlar ilk Çin versiyasını təqdim edirlər. Sonra qlobalı, sonra bu qlobalı başlayırlar Avropaya, Amerikaya verməyə və bir müddət sonra Azərbaycanda ola bilər ki, böyük şirkətlər gətirsinlər. Bəzi telefonlar niyə dünyada var, Azərbaycanda gətirmir? Yenə də o böyük şirkətlər, Contact-Home ya Baku Electronics'in strategiyalardan asılıdır ki, bəzi telefonları gətirmək istəyirlər, bəziləri gətirmək istəmirlər. Hələ yenə tələbatdan asılıdır, qiymətdən asılıdır. Bu ki, nə zaman gələcək Azərbaycana? Çox ehtimal ki, əgər gələsi olsa 2-3 aya ola bilər ki, gəlsin, ya hətta 1 aya gəlsin.
Amma yəni o bəlli bir şey deyil ki, mən sizə deyim. Body, yəni ekranı və arxası. Arxası alüminiumdandır. Eyni şeydir ki, iPhone da istehsal edir. Mən çox bəyənmirəm alüminiumu, biraz zəif hiss edirəm onu. Və ekranı da Dragon Crystal Glass'dır. Ekranı gözəldir, çox yaxşıdır. Amma əgər ki, siz telefon istəyirsinizsə ki, çox oyun oynayın ya gözəl videolar baxmaq istəyirsiniz, çox video baxırsınızsa, mən sizə Oppo və OnePlus-ı məsləhət verirəm. Onun ekranı Xiaomi-dən daha gözəldir. Ümumiyyətlə, mənim təcrübəmdə onların ekranın keyfiyyəti daha yaxşı, daha gözəldir. Hətta OnePlus 15 kəsə harikadır, bombadır. Videolar, oyun oynamaq üçün mən o telefonu sizə məsləhət verirəm. Bu da yaxşıdır, amma əgər çox gözəl bir təcrübə istəyirsinizsə, video baxmaq və oyun oynamaq üçün OnePlus və Oppo bundan daha yaxşıdır. Ekranı da LTPO AMOLED-dir. 68 bilyon rəngdir. Size-ı da ki sizə izahat vermişəm. Resolution-u da ki dedim, çox yaxşıdır, amma çatmır. Oppo'ya çatmır demək olar ki. Android 16-dır. HyperOS 3. Snapdragon-da sizə təqdim elədim, demişəm hər şeyi. Kamera barədə 3 kamera, hər üçü 50 megapikseldir. Wide'dır, periskopdur və ultra wide'dir ki, nə qədər istəyirsiniz, məsələn, 0.5 eləyərsiniz, 1 eləyərsiniz, zoom eləyərsiniz, bu şeyləri təyin edir. Və bir dənə də color spektrum sensor var, bir sensor var ki, rəngləri daha gözəl eləyir və baxır ki, necə eləmək lazımdır o rənglər. Video necə çəkilir? Həm 8K çəkilir, həm 4K çəkilir və hala 8K-nı ancaq 30 FPS ilə çəkir, amma 4K-nı həm 30, həm 60 FPS ilə, yəni daha keyfiyyəli işləyir. 60 yoxdur 8K üçün. Və selfie kamerası da 32 megapikseldir. Çoxlu brendlərdə eyni şeydir. O da 32 megapiksel yaxşıdır və necə video çəkir, o da 4K çəkir, amma burada da yenə 30 FPS-dir, 60 yoxdur. Spikeri də sizə izahat vermişəm. Dolby Atmosferdir ki, onu Bose ya Bose istehsal eləyir. 3.5 mm jack yoxdur. Başqa nə bilməlisiniz? Fingerprint var. Under display, yəni o ki, əlinizlə qufulu aça bilərsiniz. Hiss sensoru var orada ki, barmaq sensoru. Barmaq sensorudur adı. Qoyuruq orada və telefonu aça bilərik. Barmaq sensoru ətrafda deyil, ekran üstündədir. Başqa telefonlar, çoxlu telefonların da hal-hazırda belədir. Onun kimidir, bateriyası da izahatı verdim və qiyməti də təqribən 500 euro ya 600 dollar belə bir qiymətlərdir. O yenə Azərbaycana gələndə ola bilər fərqli olsun, çünki gümrük, yol pulu və vergi üstünə gəlir. Təbii ki, 600 dollardan ola bilər daha çox olsun. Amma ümumiyyətlə bu telefon, bu imkanlar, bu prosesor, bu kamera və bu imkanlar ki var, bu qiymətə dəyər. Çünki eyni imkanları məsələn Samsung da verir, iPhone da verir, qiyməti 2 qat daha çoxdur. Ona görə əgər ki yaxşı təcrübə, daha sərfəli istəyirsinizsə bu telefonları ala bilərsiniz. Çox güclüdür, çox yaxşıdır. Fərq nədir? Ola bilər sualınız bu olsun ki, yaxşı, həqiqətən heç bir fərq yoxdur iPhone məsələn. Hala mən iPhone 17-ni bəyənməmişəm, çünki alüminiumdandır, onun body deyirlər, mən onu bəyənməmişəm, alüminiumdan. Bu da alüminiumdur əslində. Mən ümumiyyətlə iPhone 16-nı daha çox bəyənmişəm 17-dən. Amma ümumi bir şey deyirəm. Bəzilər soruşur ki, həqiqətən heç bir fərq yoxdur. Belə bir şey olar ki, iPhone məsələn Amerikalı bir brenddir, Apple'dir. Baxın, əvvəl-axırda bunu başa düşməlisiniz ki, heç biri hal-hazırda Amerikalı deyil. Yəni, hamısını Çin istehsal edir. Və düzdür ki, yəni, nəzarətlər var, mühəndislər ola bilər. Bəzi baş mühəndislər Amerikalı olsun, başqalar onlar da Çinlidirlər. Amma sex, hər şey Çində və Hindistandadır. Yəni, belə deyil ki, Amerikadan gəlsin, ancaq nəzarət altında Çin istehsal edir onu da. Amma
Sual odur ki, bunlar həqiqətən nə qədər fərqlidir? Qiymət 2 qat fərqlidir. Həqiqətən bu qədər fərq var? Xeyr. Bu 2 qatın bir hissəsi o brenddir. Çünki hamı iPhone sevir, hamı Apple sevir. O öz brendinin qiymətini də gətirir üstünə. Amma həqiqətən eyni şeydirlər, deyə bilərəm xeyr. Nə barədə deyə bilərəm xeyr? Düzdür, sizə həmişə deyirəm ki, onun məsələn Snapdragon, hər yerdə Snapdragondur, Samsung da Snapdragon istifadə edir. Amma ümumiyyətlə Apple məsələn siz alanda, iPhone alanda sizin üçün onun ömrü daha çox olur. Yəni məsələn Xiaomi ola bilər, alarsınız, çox da qəşəng olsun, çox da əla olsun, keyfiyyəti də eyni şey olsun. Amma iPhone-un canı, ömrü daha çox olur sizin üçün. Yəni bu Xiaomi ən yaxşısını da siz alsanız, məsələn maksimum 2 il yaxşı yaşayır, yavaş-yavaş başlayır xarab olmağa. Amma bilirsiniz ki, iPhone belə deyil. iPhone ola bilər 4-5 ildə sizin üçün işləsin problemsiz. Ona görə bir dənə ömür barədə fərqlidirlər. Bir dənə də kamera barədə məsələn həqiqətən bunlar kameraları xeyli yaxşıdır. Oppo xeyli yaxşıdır, OnePlus əladır, superdir. Amma yenə də onların lenzası iPhone-a çatmır. iPhone-un kamerası daha yaxşıdır. Və belə ki, əgər kimsə mənə desə ki, yox mənim üçün əsas kameradır və o pulu da vermək istəyirəm, mən deyirəm ki, iPhone al. Amma əgər ki, əsas kameradır, amma pulum o qədər çatmır, məsələn ki, iPhone alım, mən o zaman deyirəm OnePlus al. OnePlus çox gözəl bir şeydir. OnePlus 15. Əgər ki, yaxşı kamera istəyirsiniz, super bir kamera istəyirsiniz, amma pulunuz yoxdur iPhone almağa, Oppo və OnePlus çox yaxşı seçimlərdir. Bu telefon da səs cəhətdən çox güclüdür. Əgər ki, istəyirsinizsə, video qulaq asmaq istəyirsinizsə, ya məsələn, musiqi ya belə şeylərə istəyirsinizsə ki, telefon özü spikeri ilə sizin üçün musiqi qoysun, yəni o keyfiyyəti sevirsinizsə, çox yaxşı bir keyfiyyət sizin üçün bu telefon verir. Fikirləşirəm bu qədər. Siz də fikrinizi mənim üçün yazın. Poco sevirsiniz, yoxsa yox? Siz olsanız onu alarsınız, almayacaqsınız. Sizin Poco'nuz var idi, yoxsa yox? Mənim üçün fikirləriniz çox dəyərlidir. Və xahişim budur ki, bu videonu bəyənin. Sizin üçün çox rahat bir şeydir, amma mənim üçün çox böyük bir motivasiyadır ki, videonun keyfiyyətini yavaş-yavaş artırım, hər şeyi daha yaxşı aparım. Bir növ enerjidir mənim üçün sizin dəstəyiniz. Özünüzə yaxşı baxın. İnşallah tez bir zamanda görüşərik.